Mi götürdük, başlaya bilərik. Deməli uşaqlar, ayın 11-də düşən sualdır. 88-ci sualda baxın. Hərf və rəqəm simvollarından ibarət sətr klaviaturadan daxil edilmişdir. Bu sətirdə olan sonuncu rəqəm simvolunun indeksini çapa verən proqramı Python dilində yazın. İlk öncə başa düşmədik ki, burada bizdən nə soruşur? Yəni məsləhətdir ki, bunu özünüzdə də bir nümunə olaraq yazasınız. Deyək ki, bir sətir daxil edirik və hərf və rəqəmlərdən ibarətdir. Məsələn, A3, B4, K8, 83, nə bilim, YF belə bir şey yaza bilərik. Bu bir sətirdir. Bizdən deyir ki, bunlarda baxacaqsınız, ən axırıncı rəqəm hansıdırsa, həmin bu rəqəmin indeksini çapa verəcəyik. Və fikirləşsək ki, bunun indeksi necədir? Sıfırdan başlayırız. Düzdür? 0, 1, 2, 3, 4, 5, 6. Ekranda 6 çıxması lazımdır. Ümid edirəm ki, sualı başa düşdük. İndi bunu necə yaza bilərik? Təbii ki, sətirdəki rəqəmləri tapmaq üçün xatırlayırsınızsa, bir neçə versiyada məsələ işləmişik. Hətta bunu sizə də göndərmişdim. Google Drive-a atmışdım. Yəni ki, yadınızdadır. Və onlardan indi işlədəcəyik, amma yenə də o birislərə girib baxarsınız da, xatırlayarsınız. Keçək proqrama. Proqramda yazıram. Yəni bu reverse eləsəydik burada idi belə. Bunu reverse ilə bağlı reverse edib necə eləyəcəksən sonra? Reverse olsa belə olacaq. F, Y, 3, 8, K, 4, B, 3, A. Axı bunun indeksi o zaman 0, 1, 2 olacaq. Hansı ki 6 olması lazımdır. Sən bunu demək istəyirsən, nə iş gördüyün demək istəyirsən. Düzdür, tərsi. Dolayı yolla buna gələcəyik. Düzdür, onunla da eləyib təbii ki, bunu tapıb yoxlayabilirsiniz. Amma məsələ budur ki, deyərsən ki, bunu reverse edərsən, find ilə taparsan, amma indeksə gələndə, baxın, nümunədə 2 dənə 3 var. Və bilirik ki, indeksdə ilk gördüyü elementin indeksini çapa verəcəyinə görə, o da biraz bizi düşündürməlidir. İndi mən belə yazacağım da, yəni deyim ki, uşaqlar, baxın, bu aralıqda, baxacam bu aralığa, əgər rəqəmdirsə, həmin rəqəmin özünü yox, indeksini atacam bir siyahıya. Aydındır? Məsələn, baxırıq buradan, bu 0, 1, 2, görəcəm ki, bu rəqəmdir, düzü ikinci indeksdədir. Burada deyil də, daha doğrusu əsas ifadəmiz budur yəni. 0, 1. 1 atacam bura. 2, 3 atacam bura. Düzdür? 4, 5 atacam və 6-nı atacam. Ədədin özünü yox. İndekslərini atdım bura. İndekslərini bura atdımsa, axırıncı necə tapacam? Artıq bunu bilməlisiniz. Maksimum. Yox, maksimum olmaya bilər axı. Axırıncı. Olar olmaz. Nə olmasın ki, axırıncı ən böyük indeks. Axırıncı indeksdən söhbət gedir, ədəddən söhbət getmir axı. Düzdür? Print max'ı tapa bilərsiniz. Ya da bunu da yaza bilərsinizmi? Doğru. Yoxsa eyni şey olur. Bəli, maksimumu da budur, bu da budur. Yəni nə təsirsə yazın. İndi bax uşaqlar, bunu yazıram. Burada yazıram. OTK 88-ci 88 idi. 88-ci sual. İlk öncə n bərabərdir input deyəcəm. Bura qədər düşünürəm ki, aydındır. Input dedik. Və yazıram burada. S bərabərdir. Boş siyahımız var burada. Bunu dəyişək. Bu arada S bərabərdir. Belə boş siyahı yazmayıb. Bu şəkildə də yaza bilərəm. Olar olmaz. Olur. Yazırıq. Baxacaqsınız. Görək olar olmaz. For i in range-dən istifadə edəcəm. Düzü indeksi istifadə edirəmsə, hara qədər getsin? Len n yazırıq da. Yəni onsuz da 0-dan bura qədər gedəcək. Düzdür? Əgər if nətər yazırdıq? N'in i-nci indeksdə duran elementdən söhbət gedir. Bu i-dən söhbət getmir. N'in i-nci indeksdən duran element əgər
is digitdirsə, burada yanlış yazmayaq. Is digit. Belədirsə, o zaman baxın, S siyahısına S nöqtə append həmin nəyə atırıq? I-ni atırıq. I-ni. İndeksini atsın ora. Və gəlirik print S də burada yazıram. Baxaq görək, həm də baxaq görək ki, bu siyahı olaraq işlədimi? Məsələn, belə bir ifadə daxil edirəm. Gördünüz? 0-cı indeks, 1-ci indeks, 2-ci indeks, 3-cü indeks, 4-cü indeks. Yəni bu şəkildə rəqəm olanların indeksləri 1, 2, 4-ü buraya əlavə eləmiş oldu. Düzdür? Hə, indi S yox, max S yazarsınız ya da -1 yazarsınız. Bu şəkildə də tapa bilər daxil etdiyimiz ifadəyə uyğun sonuncu rəqəmi. 6-nı verdi. Niyə? 0, 1, 2, 3, 4, 5, 6. Görürsünüz ki, 3 6-dadır. Bu belə. Düzdür uşaqlar? Yəni bunlara aid əslində yazmışıq məsələlər. İndi gəlirəm, bunu başqa variantda da yaza bilərikmi? Yaza bilərik. Belə yazaq. Uşaqlar, mən ilk öncə burada nümunədə göstərim, sonra bu kodu yazacağım. Deməli, həmin bu ifadədə, bax bu ifadədən söhbət gedir. Biz adətən soldan başlayıb sağa doğru gedirik də, yəni belə gedirik. Mən sağdan başlayıb sola gedəcəm. Bax, bunları çevirmədən sağdan başlayıb sola gedəcəm. İndi buradakı sətirdəki elementlərin sayı neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə elementdir. For-un içərisinə yazacağım ki, in range düzdür 9-dan başlasın. 9-dan başlasın. Yaza bilərəm belə 9-dan başlasın. Yaza bilər. İndi birazdan baxarıq. 9-dan başlasın. Hara qədər getsin? 0-a qədər. Düzdür? 0-a qədər. Amma arta gedəndə özü avtomatik olaraq gedir. Burada nə etməliyik? Azaltmasını deməliyiksə, o zaman -1. Deyək ki, belə yazsaq. İndi baxaq görək düzmü yazdıq? Uşaqlar, yəni belə xətalar üzərində ona görə işləyirəm ki, yəni əmin olun ki, həqiqətən niyə görə bunu yazdıq. Baxın, 0-cı indeks 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6, 7, 8. Və demişdik ki, range ilə for-da yazanda ilk olan element daxildir. Düzdür? 9 daxildir. İndi deyin görün, burada 9-cu indeksdə duran element hansıdır? 9 yoxdur. 9 yoxdur. Deməli, düz yazmamışıq. Nə yazmalıydıq? 8 yazmaq. 8, bəli. 8 yazmalıydıq. Və demişdik ki, uşaqlar, bunu yəqin ki, xatırlayırsınız. For in range yazıram burada. 3, 12 yazıram. 12 daxil idi bura. Xeyr. 12 daxil deyilsə, o zaman 0 da daxil olmayacaq. Bura qədər gedəcək, düzdür? Bəlkə də rəqəm burada gizlənib. Birinci rəqəmdir. Bir dənə buradadır. O zaman bu da düzgün deyil. 0 yox, nə yazacağıq? -1 yazmalıyıq ki, 0-ı da daxil eləsin. Bu isə bir azala getsin. Bunu artıq bildiniz. İndi burada 8 yox, belə yazacağıq da. Yəni yekun olaraq gəlin yazaq. For in range burada yazacağıq neçə? Simvolları sayacağıq. Len. Deyək ki, buna S versək, len S-dən çıxacam 1-i, düzdür? 1 vaid azdır, yəni indeks oradan başlayır. -1-ci indeksə qədər 1 vaid azalsın. Aydındır? Bunu yazacağım və burada deyəcəm ki, əgər bu rəqəmdirsə, düzdür, bax, ilk burada. Gəlir, bu rəqəm deyil, bu rəqəm deyil, bu rəqəm deyil, bəli. Rəqəmdirsə artıq bunun elə indeksini çapa versin və neynəsin? Həmən də dayandırsın. Break deyəcəm yəni. Və onu yazıram. Burada baxaq görək necə olacaq. Gəlir yazır. Yenə də for in range yazdım. Dedi ki, simvolların sayını sayacağıq. Lenin çıxaq 1. Ona görə çıxır ki, axırıncı elementinin indeksini düzgün götürsün. Və -1-ə qədər ona görə yazır ki, ilk, yəni 0-cı indeksə qədər getsin.
və bir-bir azalsın. Düzdür? Burada yoxlayacağıq ki, əgər if n-in i-nci indeksdə duran elementi ədəddirsə, bayaq is digitlə yazdıq. Bu arada burada qeyd edeyim ki, əlavə olaraq da bu da var da yəqin ki. Yoxsa bunu yuxarıda yazdım, yazmamışam. Is digit. Is numeriklə də yaza bilərsiniz yəni. Aydındır? İndi burada mən amma belə yazacağam. Deyək ki, böyük bərabərsə sıfırdan and n-in i-nci indeksdə duran elementi kiçik bərabərdirsə 9-dan. Bildizlər dırnaq arasında niyə yazım? Çünki sətir tipindədir. Əlbəttə ki, onun elementləri də sətir tipində olacaq. 0-dan böyük bərabərdir və 9-dan kiçik bərabərdir. Bu şəkildə yazdıq. Belədirsə, o zaman nədir? Print i-ni, yəni indeksi çapa versin və həmən də neynəsin? Break eləsin. Aydındır? Yəni, çünki axırdan baxacaq, həmin burada. Üçlü görəcək, tamam, dayansın. Yəni, ədəd görən kimi çap eləsin, dayansın. 8-i, 4-ü, təzədən bu 3-ü yoxlamaya ehtiyac yoxdur. Və yoxlayıram. Gəlirəm 23, T7, el yazıram, enter vururam. 5 çıxartdı. 0-cı indeks, 1-ci, 2-ci, 3-cü, 4-cü və 7 gördüyünüz kimi 5-ci indeksdədir. Aydındır uşaqlar. Təbii ki, uzada bilərsiniz. Yəni, fərqli yenə də versiyalarını yaza bilərsiniz. Mən burada əsas bunları demək istəyirəm sizə. Bunu dedik. Keçək 29 dediyimiz, yəni 89-cu sualın izahına. Girişə n natural ədədi və n sayda həqiqi ədəd verilmişdir. Bu həqiqi ədədlərdə müsbət olmayanlarının sayını çıxışa verən alqoritmin blok sxemini. Görürsünüz, blok sxemini soruşur. N sayda ədəd. Bu nə deməkdir? Birinci növbədə yenə bunu başa düşək. N natural ədədi və n sayda həqiqi ədəd. Natural ədəd, həqiqi ədəd. Yəni, bu o deməkdir ki, mən 5 dənə ədəd daxil edəcəm. Bu natural ədəddə 5 dənədir. Yəni, mən 5,1 dənə ədəd deyə bilmirəm. Axı, mənfi 5 dənə ədəd deyə bilmirəm. Ona görə natural ədəd və n sayda həqiqi ədəd. Yəni, bunun içərisi 3 də ola bilər, 2,41 də ola bilər, mənfi 4 də ola bilər, 0 da ola bilər, 5 də ola bilər. Yəni, bu kimi ədədləri daxil edəcəm. Bu ədədlərdən müsbət olmayanların. Müsbət olmayanlar nə deməkdir? Bu müsbətdir. Bu müsbətdir, bu da müsbətdir. Müsbət olmayanlar bunlardır. Sayını çıxışa verən alqoritm blok sxemini qurun. Bu sizin üçün çox rahat olacaq, amma bunu yazacaq. Elə burada yazacaq da istəyirsiniz. Proqramda yazacaqdım. Gəlin burada quraq. Deməli, yoldaşlar, baxın, biz daxil edirik başlanğıcı və bizə lazımdır ki, n dənə ədədə daxil edək. Düzdür, n sayı bildirir burada. Təbii ki, sayacağımıza görə dəyişəni də say yazaq. Say bərabər 0. Və dövrü verə bilərik. Nə qədər ki, n 0-dan böyükdürsə, bu dövrü də başqa versiyalarda verə bilərsiniz. Bundan verdik, yəni ki, bildiniz. Mən bir dənə ədəd daxil edim. Deyək ki, bir dənə A ədədi daxil etdim. Və həmin bu A ədədini yoxlamağa çalışaq. Görək ki, bu A ədədi A kiçikdir, bərabərdirmi 0-dan. Kiçik bərabər 0 bizim işimizdə yarı, yəni müsbət olmayanları. O zaman say nə olsun? Say bərabərdir, say plus 1 olur. Və əks halda nəsə eləməyə ehtiyac yoxdur. Çünki bizim onunla əlaqəmiz yoxdur burada. Və burada bir dənə yazacağıq ki, əlavə olaraq nə edirik? N-1. N bərabərdir, N çıxaq 1-i də burada yazırıq. Bunu da burada yazdıq. Bu buradan gəldi. Davam edirik bura. Düzdür. N çıxaq 1 olan, yəni N nə qədər 0-dan böyükdə ədəd daxil edirəm. Ədəd daxil edirəm, yoxlayıram. Kiçikdir, yoxsa kiçik bərabərdir, yoxsa böyükdür və s. deyək. İndi bizə kiçik bərabəri lazımdır. Ən nəhayət sayı çapa verirəm. Və burada da nə edirəm? Sonlandırıram. Bununla bağlı nəsə uşaqlar qaranlıq qalan bir şey varmı? Xeyr, yoxdur. 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 Yoxdur.
Rahatdır da, düzdür? Bəli. Keçək 90-cı suala. 90-cı sualla da bağlı, sadə ədədlərlə bağlı, deyək ki, sadədir, mürəkkəbdir. Yəni dolayısıyla bölənlərin sayını tapmışıq da, deyək. Hətta bölənlərin sayını tapandan sonra ədədlərin kvadrat olub olmadığı məsələsində işləmişdik sizlə. O versiya ilə də işləmişdik, belə deyim. Üstəlik ədədlər ki, n natural ədədindən sonrakı ədədləri də tapıb nəsə istifadə etmişik. Hətta son işlədiyimiz sınaqların birində n ədədindən sonra 5-ə bölünən ədədli ilk ədədi tapmağı da işləmişdik. Yəni bu da rahat sual olmalı idi sizin üçün. Başlayaq bunu. Natural ədəd daxil edib ilk sadə. Yəni məsələn demək istədiyimiz budur ki, 7 daxil edirəmsə, ekranda 7 çıxmasın. 11 çıxması lazımdır. Düzdür? 7 daxil deyil. Çünki daxil natural ədəddən böyük olan. Bundan böyük olan ən kiçik sadə ədəd. Bunu yoxlayır. Təbii ki, 8 daxil etsək də 11 çıxacaq. 9 da 10 da. 11 daxil etsək isə artıq 13 çıxması lazım idi. OTK 90.P. Deməli yazırım. N bərabərdir int input. Bu mənim daxil etdiyim ədəddir. Başlanğıcda belə bir şey yazım. K bərabər n plus 1. Yəni artıq bu ədəd yox. Bu ədəddən sonrakından söhbət gedir. Bunu yazdım və davamında yazaq. Belə bir şey yazıram uşaqlar. Bunu birazdan deyəcəm sizə. Düzdür, bunu fərqli şəkildə yaza bilər. Mən belə yazıram. Bunun da izahını birazdan sizə verəcəm. Onsa true false kimi məsələlər işləmişik. Hətta xatırlayırsınız da biz ta ki əgər nəticə belədirsə K 1 olsun, əks halda 0 olsun. Bunları da yazmışdıq da, düzdür? Yəni dəyişirdisə 1 olurdu. Heç bir şəkildə dəyişmirsə elə 0-da qalırdı. Bir növ true false idi o yəni. İndi baxın bunu mən yazıram və bir dənə for əlavə edəcəm. Təbii ki, birazdan yüngülvari düzəlişlər də edəcəyik bunun yuxarısında. For i in range yazıram. Ədədin bölənlərini sayını tapacaq. Ondan ötürü 1-dən neçəyə qədər yazıram? K plus 1-ə qədər. Düzdür? İlk bölən 1-dir. 5-də də 1-dir, 7-də də 1-dir, 15-də də, 20-də də 1-dir. Və həmin bu ədədi böləcəm və belə deyəcəm. Həmin ədədi i-yə bölünürmü? Yəni böləndə qalıqda 0 alınırmı? Alınırsa say bərabər say plus 1 olsun. Axı biz say dəyişəni bəlli eləməmişik. Sizcə harada da daxil eləməyi say dəyişənini? O hər dəfə yenilənsin də. Hər dəfə yenilənsin. Tamam, harda? While'ın içində mi? Sonra Oradan üstə. Niyə hər dəfə yenilənsin? Çünki uşaqlar, baxın, məsələn, mən tutaq ki, bu 8-dir. 8-in bölənlərini sayacağam. 1 artdı, 2 artdı, 4 artdı, 8 artdı. Düzdür? Yəni tapdı ki, 4-dür. 9-a keçəndə 4-ün üstünə gəlməli deyillər, 9-un da bölənlərinin sayını. Onu artıq təzədən sıfırlamalı. Düzdür? Onu da burada yazırıq. Baxın, say bərabərdir 0. Burada bir növ resetləyirik də, yəni ədədi tapdı, növbəti keçəndə təzədən resetləyib elə gedəcək. Və bunun davamında yazacağam ki, if say bərabərdirsə 2-yə, o zaman print bizə nə lazımdır? Həmin ədədin özü, yəni K. Düzdür? Və burada bir iş görməliyik. Say bərabər 0 yazdıq. K burada neçədir? Məsələn, mən 7 daxil eləmişəmsə n-i, buradan fikir verin, 7 daxil eləmişəm və burada yazıram n plus 1, olacaq 8. Düzdür? 8-i yoxladı, tamam. Və sonra 9-u da yoxlamalıdır, 10-u da yoxlamalıdır, 11-i də yoxlamalıdır. Niyə? Çünki 7-dən sonra sadə ədədi tapmalıdır axı. Düzdür? Elə 8-i tapıb dayanmalı deyil. Çünki 8 gördüyünüz kimi sadə ədəd deyil. O zaman K bərabərdir K plus 1-i yazıram. Və bunun da davamında bir düzəliş edəcəm, amma bunu test edeyim sonra. Gəlirəm bura, bunu yazdım. Deməli
Say yolu vurduq. Məsələn 7 daxil edirəm. Baxın uşaqlar, burada proses gedir. Əslində elə bunu göstərmək üçün onu demədim sizə. Burada proses nəyə görə gedir? Çünki dövr bitmir. Baxın, indi gəlirəm bunun açılışına. While true, yəni nə qədər ki bu doğrudur deyək, bu işi görür. Axı bir bitməsi lazımdır. Bunu adətən while true'nu o zaman istifadə edirik. Biz ilk başda bilmirik dövr nə zaman bitəcək. Düzdür? Məsələn, n böyük 0 yazırıq. Bu nə deməkdir? N 0 olana qədər proses gedəcək. I kiçik bərabər 50 nə deməkdir? 50 olana qədər bu proses gedəcək. Düzdür? Burada bilmirik. Amma sözsüz ki, bu dövrü də dayandırmamız lazımdır. Nə zaman dayandırmalıyıq? İlk sayı 2 olduğunu tapan kimi ədədi çap eləsin və burada break versin. Və bunu da yoxlasaq, 7 daxil edirəm. Baxın, 11'i verdi. Aydındır. Bu şəkildə yoxlaya bilərsiniz. 14 daxil edirəm, 17'ni ekranda göstərmiş oldum. Aydındır uşaqlar. Burada. Hə, bunu belə də yaza bilərsiniz. Deyə bilərsiniz ki, müəllim, onsuz da hər bir ədəd özünə və 1'ə bölünür. O zaman 1'dən başlatmayaq, 2'dən başladaq və özünü də daxil eləməsin, k-ya qədər gəlsin. Yəni daha az iş görsün. O zaman da say bərabər 0 olsun. Düzdür? Məsələn 17 nəyə bölünür? 1'ə. Onu saymırıq. Bir də özünə bölünür, yenə saymırıq. O zaman bölənlərin sayı elə 0'da qalacaq da, yəni. Yoxlayıram, 7 yazıram, baxın yenə də 11'i düzgün nəticəsi. Belə də yaza bilərsiniz, digər az öncə dediyim qaydayla da yaza bilərsiniz. Yəni bu bir qədər daha, yəni 1'ə və özünə bölməni yoxlamayacaq və saymayacaq deyə daha deyək ki, sürətli işləyə bilər.